ayra, Ramazan ayında başlaya özün düzəltməyə, bu ayın mənası budur. Çünki o ki, bizə həm Ramazan ayının barəsində və həm də oruç tutmağın barəsində bizə buyurublar, elə bunu buyurur Quranda, buyurur, لَعَلَّكُمْ تَتَّقُونَ. Sizə Allah orucu vacib elədi, nə üçün? Ona görə ki, siz bu ayda təqva əxz eləyəsiniz. Bu ayın nəticəsi sizə bu ola ki, siz təqvalı olasınız. Əgər Ramazan ayı girdi və çıxdı, düzdür oruçda tutduq, düzdür namazda qıldıq. Amma oruçluqdan qabaqçı adamam ki, oruçluqdan çıxıram, onda elə bil ki, mən bəhrəm az olub, mənfəətim az olub bu ayda. Necə bazara girəndə bir adam $100, $1000 sərmayə ilə girib, bazardan çıxanda da $1000 sərmayə ilə çıxır. Və bu nə qazanıb onda? Düzdür, əgər orada getmişdi, ticarət eləsin, məsələn, bir ayda yeməyin qazanıb, hotel pulusun qazanıb, maşın kirə pulusun, düzdür qazanıb. Amma əldə nə gətirdi bə? Və bir ay getdi, zəhmət çəkdi, nə əldə etdi? $1000 ilə getmişdi Almaniya, $1000 ilə da qayıdır. Orada yediyin qazanıb, düzdür. Orada hotel pulun qazanıb, düzdür. Yol kirəsi getmə, gəlmə, onları qazanıb. Amma evə nə gətirdi? Elə evində $1000 var idi da sənin. Ora nəyə getmişdin? Odur ki, buyurur, bax, Ramazan ayı ki girdi. İndi istirsən sən Ramazan ayından çıxasan, görəsən əldə nə edibsən sən? Ramazanın bərəkətindən sənə nə qalıb? Ramazanın məğfirətindən, rəhmət, mənəviləri bilmirik. Allah bağışladı, bilmirəm. Bağışlamadı, bilmirəm. Onu demir. Onu özü bilir. Bizə deyir ki, siz istiyin. Qədir gecəsi siz yatmayın. Amma mən kimi bağışlayacağım, o mənim öz işimdir. Siz öz işinizi yaxşı görün, mənim işimə qarışmayın. Mən öz işimi, Allahlığın cürün hamıdan yaxşı bilirəm mən. Siz mənim işimə qarışmayın. Ona görə də biz xovla rəca arasında yaşayırıq. Xovla rəca müminin xislətlərindən biridir, elə buna görədir. Sən bir yandan rəca eləyirsən, ümid bağlayırsan ki, inşallah bağışladı. O yandan da qorxuram ki, bəlkə də bağışlamadı. Bir yandan deyirsən ki, inşallah oruçlarımı qəbul elədi, amma bəlkə də qəbul eləmədi. Mən xovla rəcanın arasında yaşayıram, o mənim öz işimdir. Amma çalışam ki, görəm mən nə bəhrə aldım, nə qədər əxlaqımdan düzəltdim. Ramazandan qabaq mən söyüş verən adamıdım. İndi Ramazan çıxıb ki, nə deyirlər həmin adama? Ramazandan qabaq qeybət eləyən adamıdım. Ramazan çıxıb yenə də qeybət eləyirəm. Ona görə buyurur ki, Əyyuhən nas, mən həssənə minkum fi hazə şəhri xulqəhu, hər kəs bu ayda öz əxlaqını düzəltsə, kanə ləhu cəvazun ələs-sirat, sirat körpüsünün üstündən rahat keçər bu adam. O ki, bizim qorxumuz var gələcəkdə. Gələcəkdə bizim əqəbələrimiz var, itaplarımız var qabaqda. Onlar hamısı qabaqdadır yaxı. Onlar hamısı inşallah gedib görəcək bir-bir. Ölümdən başlanır. Əvvəli oradan başlanır ki, başın arxası yerə dəyir, gözlər dirənir tavana. Oradan başlanır. Ondan sənə heç fayda verə bilmirlər. Ondan sonra həkimlər yığışır, heç fayda verə bilmirlər. Hamısı deyir ki, bizdən keçdi. Da qaldı Allaha. O vaxtdan ki, belə bir halı gördün, qapıdan girdi içəri Əzraili gördün, o eşitdiklərin hamısını yavaş-yavaş da inanacaqsan, gözü ilə görəcəksən. Ki, deyərdilər belə şey var idi. Deyəsən başlandı. Da onda əl-əldən üzüldü. Ondan sonra qəbrin əvvəl gecəsidir, ondan sonra bərzəxdir, ondan sonra Nəkir, Münkərin suallarıdır, ondan sonra qiyamətin suridir, ondan sonra mizandır, tərəzi əyağıdır, ondan sonra hey bir-birinin dalıcan ta insanın təklifi təyin ola.
Axırda nə oldu bilinə? Odur ki, buyurur, bax, siz gələcəkdə belə-belə sizin itaplar var, əqəbələr var, onlardan keçmək lazımdır. Mən həssənə minkum fi hazəşşər. Hər kəs istəyir Sirat körpüsündən rahat keçə, oruçluq ayında otursun, özün hesab kitab eləsin. Yevmə təzillu fihil əqdam. Sirat körpüsündə qədəmlər titriyən günlərdir, qədəmlər sürüşən günlərdir, elən bir haldır. Buyurur, bax, o günə indidən hazırlaşmaq lazımdır. Bir də buyurur, və mən ədda fihi fərzən. Və bu ayın kəramətində, şərafətində budur ki, hər kəs bu ayda əgər bir vacib əməl eləyir, vacibi namazlarından qılır, vacibi oruçlarından tutur, vacib işlərindən görür, kânə ləhu səvabu mən ədda səb'inə fərizətən fîmâ sivâhu minəşşuhur. Başqa ayda əgər o işi eləsəydi, nə qədər savabı var idi, həmin əməl Ramazan ayında 70 bərabər savabı var. Və mən əksərə fihi minəs salavat. Buyurur, hər kəs əgər bu ayda bekar oturanda, bekar qalanda dili məşğul olur Peyğəmbərə salavat deməyinə. Buyurur, əgər bir adam belənçi məşğuliyyəti var, səqqələllahu mizanəhu yevmə təxifful məvazin. Qiyamətin günündə tərəzi ki qoyulacaq, itabın biri də odur da, əməlləri çəkələr, vəl-vəznu yevmə izinil haqq. Quran buyurur, o ki eşitmişdir, bax, qiyamətin günündə tərəzi olacaq, əməllər çəkiləcək, bu haqq edir. Elə bilməyin ki, bu nağıldır sizə, Rüstəm nağılı danışırlar. Elə bilməyin ki, sizə Əsli Kərəm nağılıdır bunlar danışırlar. Yox, bax, bunlar haqq edir və görəcəksiniz bunları. Amma o tərəzidə buyurur, əgər bir adamın əməlləri yüngül olsa, dediyi salavatları gətirib, əgər qoysalar tərəzinin üstünə, əməllər ağırlayacaq. Həzrət buyurur ki, və mən əksərə fihi minəs salavat. O əməllərdən ki, qiyamətdə tərəzini ağırladacaq və insana xeyri olacaq, budur ki, insanın dili zikri deyə, la ilahə illallah deyə, salavat deyə, xüsusən bu iki dənə zikrin savabı bütün zikirlərdən çoxdur. Və mən təla fihi ayətən. Əgər Ramazan ayında bir adam bir ayə Qur'an oxuyur, kânə ləhu əcru mən xətəməl Qur'an fi qeyrihi minəşşuhur. Buyurur, başqa ayda əgər bir Qur'an xətm eləsə əvvəldən axıra nə qədər savabı var, Ramazan ayında bir ayəsinə belə savab var. Bir ayə nə mənədir? Bismillahirrahmanirrahim. Qul huvəllahu əhəd. Bu bir ayə. Allahus səməd. Bu iki ayə. Dalı nədir? Ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvən əhəd. Bismillahla oldu 5 dənə. 5 ayə Qul huvəllahın əvvəldən axırasıdır. Bir Qul huvəllah oxumağın nə qədər zəhməti var? İndi biri istəmir, da istəməyən istəmir da. Mən neynim ki istəmir? Odur ki, buyurur, bax, istifadə eləyin. Vaxtlarınızdan istifadə eləyin. Əgər Quran bilmirsən, otur Quran öyrəş. Əgər bilirsən, amma ilişəcəyin var, onları düzəl. Əgər yaxşı oxuyursan, yavaş-yavaş oxuyursan, yaxşı rəvanla. Əgər rəvan oxuyursan, Quran oxu, çox oxuy. Məna bilirsən, mənasına fikirləş. Nə qədər Quranla məşğul olasan Ramazan ayında, buyurur Quranın baharı, yazı Ramazan ayıdır. Likulli şeyin rəbi'. Peyğəmbər buyurur, hər bir şeyin yazı var, baharı var. Amma və rəbi'ul Quran şəhru Ramazan. Quranın da baharı Ramazan ayıdır. Quranın
özün oxuyasan, bilməsən öyrənəsən, mənasından xəbərin ola, məşğul olasan. Buyurur, bax, Quranla nə qədər məşğul olsun, bir savabına da başqa aylarda elə bil bir Quranı əvvəldən axıra oxusun, nə qədər savabı var, Ramazan ayında bir ayəsinə belə savab var. Ondan sonra buyurur ki, əyyuhənnas, bu axır cümlələridir. İnnə əbvabəl cinan fi hazə şəhr müfəttəhə. Cənnətin qapıları üz-üzə açılıb. Fəsəlullah rəbbəkum əllə yuğəlliqəhə ənkum. Allahdan istəyin ki, bu açılan qapıları sizin üz-üzə bağlamasın. Adam var, görürsən, öz əməli ilə o qapıları öz üzünə bağlayır. Buyurur, bax, qapılar açılıb. Yalvarın ki, Allah bu qapıları sizə bağlamasın. Və əbvabən niran müğəlləqətun. Cəhənnəmin qapılarını bu ayda Allah sizə bağlayıb üz-üzə. Allahdan istəyin ən la yəftəhəhə əleykum. Sizə açmasın bu qapıları. İstəyin. Düzdür, Allah bağlayıb cəhənnəmin qapılarını. Özünüz yalvarın, dua eləyin ki, bu bağlanan cəhənnəmin qapıları sizin üzünüzə açılmasın. Şeytanın da buyurur, qolları bağlanır. Və şeyatin məğlulə, qolları bağlıdır bu ayda. Amma adam var, açır axı. Narahatdır. Öz adamıdır, tanışdır. Yavaşca görürsən, gəlir, deyir, narahat olma, mən açacağım qolları o sənin. Sənin qolu kim bağlayır?